Dəstəkləşdiririk ki, məzmun standartı dövlət tərəfindən qoyulan bir tələbdir bizə. Onun növləri var: əsas standart, alt standart. Ən çox istifadə ediləcəyimiz alt standartdır gündəlik olaraq. Həmin o standartların hamısının iki hissəsi olur. İki hissədən ibarət o standartlar. Həmin standartların bir olur bilik hissəsi, bilik. Bir də olur bacarıq hissəsi, bacarıq. Yəni bacarıq və ya fəaliyyət deyə bilərik. Bilik və bacarıq. Yəni biz şagirdlərə standart nədir? Dövlət bizim qarşımıza tələb qoyur. Bu şagirdlərə, misal üçün 5-ci sinifdə bu bilikləri verəcəksən, bu bilikləri öyrədəcəksən və o biliklər əsasında da bu bacarıqları formalaşdıracaqsan. Bilik, bacarıq budur. Standart anlayışı budur. Şagirdə öyrədəcəklərimiz bir sözlə. Öyrədirik və onlarda bir bacarıq formalaşdırırıq. İndi biz həmin o öyrəndiyimiz bilik hissəsinin növlərinə baxacağıq. Sonra da bacarıq, yəni fəaliyyət hissəsinin növlərinə baxacağıq sizinlə. İlk növbədə bilik 4 əsas formada özünü göstərir. Şagirdə ötürülən informasiyadır bilik. Biz onlara informasiya ötürürük və 4 əsas formada özünü göstərir. Birincisi biz deyəcəyik faktoloji və ya deklarativ biliklər. İkinci olacaq konseptual biliklər, 3 prosedural və 4 də ki metakognitiv biliklərimiz var bizim. Gəlin baxaq görək nədir bu? Nə deməkdir? Yəni deklarativ nədir? Konseptual nədir? Prosedural nədir? Birinci deklarativ bilik gəlir. Deklarativ bilik ən sadə növüdür biliyin. Sadə. İkinci adı da faktoloji bilik adlanır. Əzbərə dayanan biliklərimiz hamısı deklarativ bilikdir. Məsələn, mən öyrəndim ki, isim nəyə deyilir? Qaydasını bildim. Bu faktoloji bilikdir. AXC nə zaman yaranıb? Bu faktoloji bilikdir. Atmosfer nədir? Faktoloji bilikdir. Və s. Aydındır. Bizim əzbərləyib də yadımızda saxlaya biləcəyimiz biliklər, bunlar hamısı faktoloji biliklərdir. Konkret, əzbər yönümlü biliklər. Və biz o bilikləri iki yerə böləcəyik. Birincisi olacaq terminoloji, ikincisi olacaq spesifik. Terminoloji adından məlumdur. Hər hansı terminlər. Məsələn, öz ixtisasımızla bağlı olan terminlər. Məsələn, sizin ixtisasınız nədir? Musiqidə hansı terminlər deyə bilərsiniz? Bəli, melodiya və s. Düzdür? Sizdə də musiqidə, sizdə rus dilidir. Sizdə hansı terminlər deyə bilərsiniz? Bəli, qrammatika, leksikologiya, sintaksis və s. Bunlar bizim ixtisasımızla bağlı terminlərdir. Bunlar hamısı terminoloji biliyi hesab olunur. Terminlər. Bir də terminoloji biliyə aiddir hər hansı peşəyə aid olan sözlər. Məsələn, müəllimlik, həkimlik, mühasibatlıq. Bunlar hamısı terminoloji bilik hesab olunur yəni. Bir də var spesifik. Baxın, terminoloji biliklər ümumi xarakter daşıyır. Məsələn, müəllimlik deyəndə ümumi bir şeydən danışıram. Spesifikdən danışmıram ki. Və ya sintaktika deyəndə ümumi bir şeydən danışıram, termindən. Amma spesifik bilik xüsusidir. Xüsusi. Mən artıq orada xüsusiyyətlərə keçirəm. Bayaq deyirdimsə ki, əgər isim əşyanın adını bildirir, bu olur terminoloji bilik, ismin nə olduğunu tanıyırdım. İndi artıq həmin ismin xüsusiyyətlərini sadalayacağam. İsim təkdə və cəmdə olur, məsələn, filan halları var. Başlayıram o xüsusiyyətlərindən danışmağa. Keçirəm spesifik xüsusiyyətlərinə. Bu isə olur artıq spesifik bilik. Aydındır. İnsanlarla bağlı yer, zaman, tarix, bunlar hamısı spesifik biliklərdir. Məsələn, Füzulinin hansı əsərləri var? Bu spesifik bilikdir. Filan dövlət nə zaman yaranıb? Tarixlə bağlı, yəni spesifik bilikdir, zamanla bağlı. Filan hadisə harda olub? Bunlar hamısı spesifik biliklərdir. Yadımıza salırıq, sadəcə həmin spesifik məlumatları söyləyirik. Aydındır. Deməli, deklarativ bilik iki yerə bölündü. Terminoloji və spesifik olmaqla. Belə. Digər adı da oldu faktoloji bilik. Biliyin ən sadə növüdür. Birinci biz həmişə nə edirik? Misal üçün bir mövzunu öyrənəndə. Birinci həmişə oradakı olan qaydaları, terminləri, düsturları və s. öyrənirik. Yəni həmişə birinci biz deklarativ bilikləri öyrənirik. Sonra keçirik digər bilik növlərinə. İkinci bilik növümüz adlanır konseptual. Baxın, konseptual bilik. Konseptual bilik artıq biliyin ən mürəkkəb növü hesab olunur. Və necə meydana gəlir? 2 və daha artıq biliyin əlaqələndirilməsi nəticəsində yaranır konseptual bilik.
Bayaq gördünüz, nə dedik? Sadəcə ismin nə olduğunu bilirdimsə olurdu faktoloji. Amma indi müqayisə eləyəcəm. Mən sifətin də nə olduğunu bilirəm artıq. İkisi də faktoloji bilikdir, düzdür? Həmin iki və daha artıq faktoloji bilik arasında əlaqə quracamsa, olacaq bu konseptual bilik. Məsələn, deyəcəm ki, isimlə sifətin oxşar tərəflərini tap. Müqayisə eləyib onların oxşarlığını tapıramsa, olur bu nə? Konseptual bilik olur. Və ya fərqli tərəfini ortaya çıxarıramsa, olur konseptual bilik. Konseptual, kontekstual deyirdilər əvvəllər buna, yəni yeni yaranan bilikdir. Biz onu yaradırıq, düzdür? Faktoloji biliklərdən yaradırıq. Məsələn, Azərbaycan demokratik dövlətdir. İdarəetmə quruluşu budur, məsələn. Mən bunu deyirəmsə, faktoloji bilikdir. Türkiyə Cümhuriyyəti müstəqil dövlətdir. İdarəetmə quruluşu budur. Bu da bir faktoloji bilikdir. Amma o iki biliyi əlaqələndirsəm, olacaq konseptual. Deyəcəm ki, Azərbaycan və Türkiyənin idarəetmə quruluşları arasında fərqləri müəyyənləşdir. Onları müqayisə elə. Bu olacaq artıq konseptual. Bir növ Euler-Venn diaqramında oxşar fərqlilikləri yazmaq konseptual bilikdir. Baxın, deyir, ümumiləşdirir, qruplaşdırır, izah edir, şərh edir, öz sözü ilə danışır və s. Bunlar hamısı konseptual biliklər hesab olunur. Məsələn, şagird əgər öyrəndiyi mövzunu gəlib öz sözü ilə danışırsa, olur konseptual bilik. Təfəkkürün hansı növ olacaq sizcə? Gəlir, öz sözü ilə danışır. Məntiqi, yox, tənqidi bir şey yoxdur, məntiqidir. Öyrəndiyini anladığı kimi danışır. İdrak taksonomiyası birazdan danışacağıq. Anlamaq. Konseptual bilik anlamaqla əlaqə. Anlamaqla əlaqəlidir. Bəli, öz sözü ilə danışırsa, anlayır ki, öz sözü ilə danışır. Və ya bayaq dediyi müqayisə eləyir. Anlamayan adam heç onu müqayisə eləyə bilməz iki dövləti. Onun oxşarlığını, fərqliliyini tapa bilməz. Bunlar hamısı anlamaqla bağlıdır. Siz dediyiniz xatırlamaq faktoloji, deklarativ biliyə aid olacaq. Yadına salır, xatırlayır, deyir. Belə. Sonra mən misal üçün şagirdə sual verirəm. Sənə öyrətmişəm, deyək, hər hansısa bir mövzunu. Bu mövzuya aid 2 dənə mənə nümunə çək. Əgər o 2 dənə nümunəni gətirə bilmirsə, deməli onu anlamayıb, başa düşməyib. Konseptual bilikləri zəifdir. Məsələn, sizə deyirəm ki, induksiyat nümunə gətirin. Qaydasını əzbərdən deyirsiniz. Deyirsə, nümunədən qaydaya getməkdir. Bu hələ bizim faktoloji biliklərimizdir. Xatırlayıb deyirik. Əgər nümunə gətirə bilsək, o zaman olacaq konseptual bilik və anlayıb ki, konseptual biliyə sahibdir. Aydındır? Deməli, biz nə etməliyik? Sadəcə qaydaları öyrənməməliyik. Həm də ona aid nümunələr gətirməliyik, izah eləməliyik, fərqləndirməliyik, müqayisə eləməliyik və s. Burada onun sualları var. Məsələn, nə üçün, niyə tipli suallara cavab verir konseptual bilik. Məsələn, bu hadisələri niyə müqayisə eləyirsən? Nə üçün bu səbəb gəldi, çıxdı? İzah eləyirsən yəni. Fikirlərini izah edirsənsə, buna konseptual bilik deyəcəyik. Faktoloji biliyə hansı sualları verə bilərik? Nə zaman, sonra? Başqa? Nə vaxt? Kim? Harada? Bunlar hamısını verə bilərik. Çünki konkret suallardır da, düzdür? 3 kateqoriyaya bölünür, deyiri konseptual bilik. Nədir kateqoriya? Yəni, onun xüsusiyyətləri. Testlərdə görəndə ki, şagird misal üçün deyirəm, nəyisə təsnifatını aparır, onu konseptual bilik götürəcəksiniz. Təsnifat aparmaq konseptualdır. Kateqoriyalara bölür, qruplaşdırır, ümumiləşdirir. Bunlar hamısı olacaq nə? Konseptual bilik. Nəyisə modelinin, strukturunu bilir. Məsələn, deyir, sağlam olun. Deyir, şagird dövlətlərin strukturlaşdırılmış formasını cədvəl şəklində yazır və nəsə eləyir. Bunlar olur konseptual artıq. Başa düşdünüz? Belə. Üçüncü bilik növümüz olacaq prosedural bilik. Prosedural bilik, baxın, prosedur, düzdür? Sözün kökü proses, prosedurla başlayır. Yəni, burada nə var? Ardıcıllıqlar var, algoritmlər var, üsul, yol, metod. Prosedural bilik budur. Yəni, bizim yadımızda olan üsullar, metodlar, proseslər, bunlar hamısı prosedural bilik hesab olunur. Məsələn, riyaziyyatda bir tənliyi həll edirəm. Əgər onun həll olunma yolunu bilmirəmsə, əlbəttə ki, tənliyi həll edə bilməyəcəm. Qaydasını bilsəm də həll edə bilmərəm. Yolunu, üsulunu bilməliyəm.
Prosedural bilik bir işin yolunu, ardıcıllığını, metodunu bilməkdir. Proseslərin ardıcıllığını bilməkdir. Və yaxud da ki, müəllim mənə belə bir tapşırıq verir ki, öyrəndiyin əsəri səhnələşdir. Mənim əgər prosedural biliklərim varsa səhnələşdirəcəm. Yəni o əsəri oxumuşam, öyrənmişəm, anlamışam. İndi icra eləməyə gəlmişəm. Mən onu icra eləməliyəm, səhnələşdirməliyəm. Bu olacaq prosedural bilik. Və yaxud da ki, müəllim şagirdə belə bir tapşırıq verir. Deyir, bu maşını işləv vəziyyətə gətir. Bizim tikiş maşınıdır və ya başqa bir texnologiya dərsində istifadə olunan hər hansı bir maşındır. Deyir, onu işləv vəziyyətə gətir. Əgər şagird işləv vəziyyətə gətirməyin yolunu bilirsə, ardıcıllığını, prosedural biliyi var. Və yaxud da ki, informatika dərsində müəllim deyir ki, kompüteri kim işə sala bilər? Şagirdlərdən biri deyir ki, müəllim mən. Gedir onu yandırır, ardıcıllığını bilir, nəyi, nədən sonra etmək lazımdır. Bunların hamısını bilmək prosedural biliklər olacaq. Aydındır. Və prosedural bilik hansı suala cavab verir desək, necə sualına cavab verir? Yəni bu işi necə gördün? Hansı yolla gördün? Hansı metodla gördün? Metod, üsul, algoritm, açar sözləri deyən, testlərdə görəndə bilin ki, söhbət nədən gedir? Prosedural bilikdən gedir. Nəyinsə yolunu bilmək, metodunu. Bir də prosedural biliklər zaman keçdikcə avtomatikləşir. Yəni avtomatikləşir deyəndə nəyi nəzərdə tuturuq sizcə? Vərdiş halına alır, bəli. Yəni sən düşünmədən də onu edə bilirsən. Məsələn, mən ilk vaxtlar maşın sürməyi öyrənəndə baxıram, addımları bir-bir yavaş-yavaş eləyirəm. Amma zaman keçir, sən heç düşünməyə ehtiyacın qalmır. Əyləşirsən, başlayırsan nə etməyə? İdarə eləməyə. Artıq bu səndə avtomatikləşir. Və ya ilk vaxtlar riyazi bir düsturu məsələni həll eləmək üçün sən baxırdın bütün qaydalara, düsturlara, yavaş-yavaş addım-addım həll eləyirdin. Amma bu işi çox gördükcə nə olur artıq? Vərdişinə çevrilir və sən onu düşünmədən də başlayırsan yavaş-yavaş yazmağa. Ardıcıl yazırsan, gedirsən, heç yerə də baxmırsan. Ona görə prosedural biliklər deyir ki, zaman keçdikcə avtomatikləşir. Belə. Və bir də metakognitiv bilik var. Ən sonuncu bilik növü metakognitiv. Bu da bir insanın bəli özü haqqında biliklərə malik olmasıdır. Öz öyrənmə yollarını bilir, öz metodlarını bilir. Bunlara biz deyəcəyik konseptual, daha doğrusu metakognitiv bilik. Məsələn, şagird imtahana necə hazırlaşmalıdır, onu özü üçün müəyyənləşdirir. Özünə bir yol seçir. Bir strategiya qurur özünə. Buna deyirik ki, şagirdə metakognitiv bilik var. Və ya müəllim bir tapşırıq verir. Şagird gedir müəllimin verdiyi tapşırığı özü üçün bir üsullar seçərək öyrənir. Bu onda metakognitiv biliyin olduğunu göstərir. Metakognitiv də budur. İnsanın özü haqqında biliyə sahib olması. Şagirdin özünün öyrənməsi haqqında biliyə sahib olması. 3 kateqoriya böləcəyik. Strateji biliklər, yəni strategiyalar müəyyənləşdirməsi. İdraki tapşırıqlar haqqında bilik. Mən bu tapşırığı hansı yolla həll edə bilərəm? Özü üçün yol tapır. Bunu biz qarışdıra bilərik prosedural biliklə. Prosedural bilikdə də yol, üsul, metod var. Burada da var. Metakognitivdə də var. Amma əsas fərqi nədir? Bir dənə fərqi var. Bir söz fərqi. Öz sözü. Bəli. Orada sadəcə bir işin yolunu müəyyənləşdirir. Məsələn, deyir ki, bu tənliyi necə həll edə bilərsən? Başlayır o tənliyi həll etməyə. Həmin tənliyin həll yolu ilə həll edir. Amma metakognitiv bilik də deyir ki, sən bu tənliyi öz yolundan həll elə. Oldu nə? Metakognitiv oldu. Sən öz strategiyan olacaq artıq burada. Öz yolun olacaq. Belə. Deməli, dedik ki, biliyin 4 növü var. Birinci oldu. Hansı bilik növü? Faktoloji bilik növü. Digər adı nə idi? Deklarativ. Faktoloji və ya deklarativ. 2 növü var idi. Terminoloji və spesifik bilik. Nə idi terminoloji? İxtisasımızla bağlı terminlər və başqa nə vardı orada? Terminlərdən əlavə. Terminolojidə. Ümumi bir yanaşma idi terminoloji biliklər və bir də müxtəlif peşə, sənət sahə sözləri. Müəllimlik, həkimlik, mühasibatlıq, bunlar da terminoloji biliyə aid idi. Spesifik bilik nə idi bəs? Xüsusi biliklər. Hadisə, zaman, tarix, məkan, yer, bunlar haqqında biliklər. Məsələn, spesifik bilik nümunə çəkə bilərsiniz.
Öz ixtisasla bağlı istənilən bir məlumatı deyə bilərsiniz. Bəli, oldu bu nə? Spesifik bilik. Və yaxud da ki, başqa bir nümunə. Məsələn, ixtisasınızdan bir söz deyin də. Bir iki kəlmə söz deyin. Həm sifət nədir, say nədir, əvəzlik nədir? O qədər şey deyə bilərsiniz ki. Bunlar hamısı spesifik biliklərdir. Aydındır? Bəli, xüsusiyyətlər. Belə. Sonra konseptual bilik nə idi? Biliklə mürəkkəb növü idi. Necə yaranırdı konseptual bilik? Necə sualı yox idi orada? Yox. Əlaqə quraraq. İki və daha artıq bilik arasında əlaqə quraraq yaradırdıq biz onu. Misal üçün, nəyin arasında əlaqə qura bilərsiniz ki, konseptual bilik olsun? Oxşar fərqli cəhətləri. Başqa? Sonra başqa necə deyə bilərsiniz konseptual? Aha, oxşar fərqli cəhətdən çıxaq. Başqa? Məsələn, müəyyən dövrdə olan hadisələri ümumiləşdirə bilərik, qruplaşdıra bilərik. Aha, bəli. Sonra öyrəndiklərimizi izah edə bilərik, düzdür? Və yaxud da ki, interpretasiya deyilir buna. Öz sözümüzlə danışa bilərik öyrəndiklərimizi, interpretasiya edir deyirlər testlərdə qarşınıza çıxacaq. Bilin ki, bu öz sözü ilə danışmaq deməkdir. Prosedural bilik nə oldu? Bir işin ardıcıllığı, yolu, metodu, üsulunu bilmək. Hə. Məsələn, nəyin ardıcıllığını, metodunu bilə bilərik? Misal üçün. Məsələn, musiqidə hər hansı bir notlar, nə bilim, mahnı ifa eləyəndə orada olan notların ardıcıllığını bilmək. Ola bilər? Ola bilər. Bəli. Tikiş maşını istifadə etməyin yolunu bilir, metodunu bilir, üsulunu bilir. Bunlar hamısı prosedur. Hansı suala cavab verirdi? Necə? Nə üçün, niyə suallarına cavab verirdi? Konseptual bilik. Necə sualına cavab verirdi? Prosedural bilik, bəli. Metakognitiv nə idi bəs? Bəli, bir insanın özü haqqında biliyə sahib olması. Məsələn, sizin var metakognitiv biliyiniz? Özünüzü tanıyırsınız, öz öyrənmə yollarınızı bilirsiniz. Aha. Hər hansı bir xüsusi strategiyanız var öyrənəndə istifadə edədiyiniz? Öyrənə bilmirsiniz. Necə öyrənirsiniz? Siz də eləsiniz? Maraqlıdır. Sizin var xüsusi strategiyalarınız? Məndə daha yaxşı qavrama üsulu əyani, görmək, eşitmək. Aha, canlı şəkildə. Bəli, sizin bəs? Səsli şəkildə. Bəli, sizin var xüsusi strategiyalarınızı öyrənmək üçün? Aha, görərək. Bəli, doğrudur. Belə, yəni hər bir insan birinci gərək öz öyrənmə yolunu bilsin. Ola bilər, bu mövzudan mövzuya, fəndən fənnə dəyişə bilər. Əsas odur ki, biz orada özümüzə uyğun bir yol tapaq. Tapaq ki, yaxşı öyrənməli eləyə bilək. Çünki özümüz bunu edə bilməsək, çünki bütün məsuliyyət birinci növbədə özlərimizə düşür. Edə bilməsək, başqaları nə qədər yön versə də, biz o istənilən nəticəni əldə edə bilməyəcəyik. Metakognitiv bilik budur. Zaman keçdikcə avtomatikləşən hansı idi? Prosedural bilik. Prosedural bilik idrak taksonomiyasına tətbiq etməklə əlaqəlidir. Keçəcəyik tətbiq etmək mərhələsi. Tətbiq etməklə sıx bağlıdır prosedural biliklərimiz. Belə, bunlar bizim biliyin növləri idi. Baxın, orada belə bir termin var. Deyir, şagird akronimlərdən istifadə strategiyasını bilir. Əslində akronimin nə olduğunu bilməsəz də, strategiya sözü ilə tapa bilərsiniz. Prosedural, metakognitiv. Strategiya bilir. Strategiya özünə aid çünki. Akronimlərdən istifadə strategiyası nədir desək, bu baş hərfləri ilə və yaxud da ki, hər hansı sözlərin yığcamlaşdırılmış versiyasıdır. Akronim. Misal üçün deyirəm, mən bir neçə dövlətin adını yadımda saxlaya bilmirəm, falan hadisə zamanı. Baş hərflərlə yadımda saxlayıram. Birləşdirirəm, bir nəsə əldə edirəm. Almaniya, Fransa,
Belçika. Bunu AFB, AFB kimi yadımda saxlayıram. Belə mənim üçün daha rahat olur. Yəni özümə bir yol tapıram da. Bu olur artıq metakognitiv. Akronim, ümumiyyətlə strategiya sözü varsa, bu metakognitiv olacaq. Nəyinsə metodunu bilirsə olacaq nə? Prosedural. Metod proseduraldır. Bəli. Nəyisə ümumiləşdirirsə olacaq konseptual, ümumiləşdirir. Baxın, ümumiləşdirmək, qruplaşdırmaq, izah etmək. Nəyisə xatırlayır deyirsə, bu olacaq artıq